Salamlar, saygılar əziz dostlar. Bu cələsə Gəl gəl cümlə gəl türküsünün amuzişinə başlayıram. Bu türküdə kökümüz qopuzda re köküdür. Yəni tiyunerlə baxsaq, alt sim və orta simlər hər ikisi bu halətdə kökləmişəm. Bir hərfinin üstündədir. Üst simlərimiz ey hərfindədir bu halətdə. Bu türküdə əvəz olan pərdələrimiz biri mi bemoldur ki, mi kron olubdur. Ya istilahən mi bemol 2 deyirik bu pərdənin adına. Həmin bu pərdədir. Yəni mi bemolu bir miqdar çəkmişik. Miyə yaxın olub. Hududən 1 sm-yə fasiləsi var. Və ikinci pərdə ki əvəz olubdur, si pərdəsidir. Si pərdəsinin bir miqdar çəkmişik üstə si bemola yaxın olub. Hududən yarım sant, 1 sant si bemol pərdəsindən fasiləsi var. Pəs si deyəndə mənzurumuz bu si olacaq ki, istilahən si koron ya si bemol 2 deyirik buna da. Bəqiyyə pərdələr öz yerindədir. Əvvəl bölümün çalğısını çalım, sonra başlayaq amuzişə. Bu çalğısı idi. Başlayaq indi amuzişinə. Ritmimiz 4/4-lükdür. Əvvəl mizan bu halətdə çalınır. Sukutla başlayır. Əvvəli sukutdur. Sukuta es deyirik. Ortasına bir mizraf vura bilirik sukut yerinə. Es. İdamədə birinci barmaqla fada rast. Yenirik bir ilə solda çəp. Üçüncü barmağı qoyuruq. 2 dənə rastı mizraf vururuq. Hər mizrafdan sonra simi ötürürük. Redən səs alırıq. Olur la re la re. Bu halətdə 2 mizrabı rastı vurduq. Hər ikisi hər mizrafdan sonra bu cür ladan səs aldıq. La re la re. İdamədə bir ilə yendik la pərdəsinə. 4 mizrabı rast səhv vuracaq. Burada bərvəzni tara-tara. İkisi ladadır. Rast səhv. La la. Üçüncü mizrabımız rastı mizrab si bemoldur. İdamədə lada çəp mizrab. Pəs bu qədəm də oldu. La la si la. Axır qədəmimiz ladır. Lada bir mizraf vururuq və suslama edirik. Aram ritminə bu mizanı çalıram. Solfeji olur. Es, fa, sol, la, re, la, si, la, la. Bu halətdə. Es, fa, sol, la, re, la, si, la, la. Bu halətdə oldu. Mizan-ı bədi çalğısı bu halətdədir.